Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Ətraf mühitin mühafizəsi, ekologiya sahəsinə aid olan məsələlərlə bağlı tapşırıqlar da verildi. Bir sıra məsələlər tutaq ki, işlə təmin olması üçün vətəndaşlar müraciət etmişdi. O çoxu ilə yerində həll olundu. Bizim bu regionda bir sıra idarələrimiz var. İşlə təmin olunacaqlar. Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb. Məmnunluqla mənim təklifimi qəbul elədi və müəyyən tapşırıqlarını verdi. Kəndimizdə içməli su qurğusundan istifadə eləmək üçün o qurğunun yaradılmasını xahiş elədik. Nazirimiz çox belə məmnuniyyətlə qəbul elədi və yaxın gələcəkdə o qurğunun təşkil olunmasına söz verdi. Pərvanə Mustafayeva, İlham Əhmədov, Sərxan Məmmədov, Göyçay.